görüm ne diyorsun Hatice? Yüzünden yaş yaşa, bağlarınla beraber, sevdiğin dostlarla beraber, güzellə, Ben bir alalım. Allah yoldaşlarınla, başkalarının yüzünden. Ha gördün? Allah can sağlığı, balaların nəvələrin başının əksik olmasın. Sağ olun. Bu vaxtı balalarından olasın. Günün mübarək, bacın qurban, can sağlığından yaşa. Allah öndə eşiyində şen eləsin, balalarınla bir yerdə can sağlığı versin. Allah qurban olum, 100 yaşa. Aynurla bir yerdə qocalasınız. Ne Milan değil. Milan değilsen? Hadi günün mübarək dayı, can sağlığına yaşa. Akşamınız xeyir dayı, nə təsir, nə var, nə yox. Yaşını təbrik edirəm, 100 yaşa. Allah verdiği ömrü sağlam canla yaşa, mənalı yaşa. Həmişə balaların üstündə ol. Gözəl insan, sözün əsl mənasında gözəl insan, gözəl ata, gözəl həyat yoldaşı, gözəl dost olan Eşən qardaşım. Mən səni öz ailəm adından, evlatlarım adından, şəxsən öz adımdan səmin qəlbdən sənin yaşını təbrik edirəm. Qoy yaşın üstə yaş gəlsin, hər il sənin üçün uğur gətirsin. İnşallah balalarının xoş gününü görəsən, bu həyatda çəkdiyin bütün zəhmətinin, bütün əziyyətinin mükafatını Allah versin sənə. Sənə bu həyatda ən xoş günləri arzulayıram, ən sevincli günləri arzulayıram. Həyat fanidir. Bu fani həyatda sənə həyatın ən gözəl neməti olan can sağlığını arzulayıram. Daim gözəl həyat yoldaşınla, gözəl ailənlə bu həyat yolunu birgə adlayasınız. Doya-doya, sevə-sevə. Ailəmiz adından səni təbrik edirik. Təbrik edirəm Eşəmi. Allah ən əsası olan can sağlığı sizə qismət eləsin. Canınız sağlam olsun, ailənizin üstündə olasınız. Allah Taala sizə həmişə xoş günlər görməyə qismət eləsin. Həyatınızda nə edeyim, necə eləyim, elə bir şeylər olmasın. Həmişə xoş günlərdə ailənizlə bir yerdə təbrik eləyirik. Nəvələr yoxdur, Bakıdadılar. Sara da, Qəzənfər də babasını təbrik edir. Öpürəm sizi. Təbriklər bir daha. İnşallah davamlı olsun. Amin. Elişday salam. Sizə ad gününüz münasibətindən təbrik edirik. Allah sizə can sağlığı versin. Hər zaman üzünüz gülsün. Xoş sədalarınız həmişə gəlsin inşallah o qərb yerdən. Biz sizi sevirik. Hər zaman biz sizə dəyər veririk. Nə yaxşı ki varsınız. Uğurlarınız bol olsun inşallah. İşlərinizdə uğurlar arzulayırıq. Böyüklükdən əskik olmayasınız. 53 illik yaşınız geridə qalsın. Ondan sonraki daha gözəlliklərlə keçsin. Bizim sizə təbriklərimiz sonsuzdur. Nə qədər ki Allahın verdiyi yaxşı günlər, yaxşı güzəranlar var. Hər birini sizə arzulayırıq. Mən təbrikimi dənizdən çatdırıram. Sizə bir daha təbriklər. Doğum gününüz mübarək olsun. Oğlum müəllim, axşamın xeyir olsun. Təbrik edirəm sənin ad gününü. Can sağlığı arzu edirəm sənə. Hər şeyin yaxşısını, sağlamını, gözəlini. Öpürəm, bağrıma basıram. Sağ ol, var ol. Ad günün mübarək müəllim. Allah sənə uzun ömür versin, can sağlığı versin. İnşallah tezliklə balalarına toyun edəsən, nəvə nəticə sahibi olasan. Baba, ibarət olsun yaşına, 100 yaşa, həmsə belə yaşlara çıxarsan. Eşən salam, qardaş. Neçə belə ad günlərinə çıxasan. Allah sağ uzun ömür, can sağlığı qismət eləsin. Sənlə bir yerdə 100 yaşayaq. Eşən əmi salam. Allah sizə uzun ömür, can sağlığı versin. Allah sizi ailənizin üstündən əks eləməsin inşallah. Salam qardaş. Necəsən, nə var, nə yox, Eliş səni təbrik edirik. Can sağlığı, uzun ömür, ailə saadəti. Ailənin üstündən, qohumluqdan, qardaşdan əskik olmayasan, nə arzu niyyətin var. Biz arzulara qoşuluruq, səni ürəkdən təbrik edirik. Yaşından yaşa, qardaşı 100 yaşa.
Salam Eliş, necəsən? Təbrik eləyirik sən. Allah can sağlığı versin. Əski olmayasan ailədən. Öpürük. Həmid müəllim də təbrik eləsin səni də var. Здравствуйте, Алишами. Желаю вам крепкого здоровья, долгих лет жизни и еще успехов и долголетия. Привет, Алишами. Поздравляю вас. Целую. Bugün bizim dostumuz var Moskvada Eşən. Onun sabah inşallah ad günüdür. Eşən səni təbrik edirəm. Biz də neçə ildir, 20 il dostluq eləyirik. Allah səni var eləsin. Allah səni dostluqdan əksik eləməsin. Həmişə sən bizə yaxşı münasibət, yaxşı dostluq, qardaşlıq münasibəti göstərmirsən. Sənin can sağlığı, ailə ilə bir yerdə, Allah sənin balalarını saxlasın. Özün bilirsən də sezon başlayır indi. Səni gözləyirəm, birbaşa Moskvadan Gəncəyə uçacaqsan. Təbrik edirəm qardaş. Allah səni xoşbəxt eləsin, Allah səni var eləsin. Təbrik edirik. Sağ ol, sağ ol. Təbrik qardaş. С днем рождения, дядя! Желаю добра, счастья и удачи. Дядя, я желаю тебе богатства, и ты из-за нас потратил все деньги. Eşan əziz qardaşım, bu gün sənin ad günündür. Mən səni təbrik edirəm. Mən o qədər söz deyə bilərdim və valla vaxt çatmaz. Sən bilirsən, mən səni necə çox istəyirəm. Sən əsl dostsan, qardaşsan, gözəl ailə başçısısan və mən çox şadam ki, bugün səni təbrik edirəm. Əminəm ki, ad gününü yüksək səviyyədə keçəcək. Allah sənin balalarını, ailəvi xoşbəxt eləsin. Öpürəm sənin qardaşın. Ədalə Şükürov. Səni bəxş edən Tanrıya qurban olur. Qardaş bacı söyləyə dilinə qurban olur. Qardaş, ay qardaş, səni təbrik eləyirik. Ad günün mübarək olsun. Allah səni bizə, ümumiyyətlə ətrafındakı bütün insanlara bir xoş niyyətli elçi, nə bilim, vasitəçi göndərib. Nə yaxşı ki göndərib. Biz xoşbəxt adamıq ki, şəxsən mən öz adımdan danışıram. Xoşbəxt adamam ki, sənin kimi insana rast gəlmişəm. Çünki hər birimizin ailəmizi, uşağımızı, var dövlət, mal, mülk, təki bol olsun, hər kəsin rahatlıqla etibar etdiyi bir insan varsa, o da sənsən. Sənin əvəzin yoxdur. Allah səni var eləsin. Ömrünü sağlam yaşayasan, bəxtəvər yaşayasan. Amma mütləq Aynur yanında, balaların yanında və tək 4 nəfər yox. Növbəti illərdə arzu edirik ki, ailənə bir kürəkən əlavə olunsun, ailənə bir gəlin əlavə olunsun, bol-bol nəvələr əlavə olunsun, özün kimi qudalara rast gələsən. Nə bilim, Allah ürəyinə görə versin, hər şey ürəyincə olsun, Eliş. Səni çox sevirik, səni öpürük, bağrımıza basırıq. Dünyaya gəlişin mübarək olsun. Özü səni tək mən təbrik eləmirəm. И мы вас поздравляем, дядя Ишан. Mənim Eliş qardaşım, mən sənin doğum günü münasibətilə təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Sən mənim dəyərli qardaşımsan. Nə yaxşı ki, bu neçə ildə səni tanıdım. Nə yaxşı ki, sənin ailəni tanıdım, sənin doğmalarını tanıdım. Nə yaxşı ki, sənin kimi bir şəxsiyyəti tanıdım. Var olasan, xoşbəxt olasan, üzün həmişə gülsün. Həyatında nə arzular var, arzularına çatasan. Deyir, ad günündür, qəbul eylə, gəl gül çiçək verim sənə. Kağız, qələm alıb elə güldən çələn hörüm sənə. Gülün çiçəyin arasında olasan. Aynur bacımla xoşbəxt olasan. Bir daha təbrik edirəm. Öpürəm, bağrıma basıram. 100 il, 120 il yaşayasan. Can sağlıq, uzun ömür arzu edirəm sənə. Balalarının yaxşı gününü görəsən. Sən bilirsən, bizim ailənin sənə böyük bir hörməti var. Allah sənə can sağlığı versin, balalarının yaxşı gününü görəsən. Öpürəm səni. Təbrik edirəm sənin ad gününü. Allah uzun ömür, can sağlığı versin. İndi hamı təbrik eləyəcək. Ad günü, uşaqların xeyir işi, ay nə bilim, nəvələr, nəticələr hamısı. Mən bir söz demirəm. Mən bir şey arzulayıram ki, sən 100 yaşında bu qavalına, o tarı da verəcəm sənə, kamançanı da o bir dostumuza. Oturub bir troyka, bir mahnı oxuyacaq. 100 yaşında, inşallah.
Salam, mən yakışıklı kayınçom. Ad günün mübarək. Təbrik eləyirik. Necə belə illərə çıxasan. Ailənin üstündə həmişə var olasan. Allah sağlam ömür versin. Öpürük. Ad günün mübarək eləyin. Səni çox Öpürük səni. istəyirik, səni çox sevirik. Uzun ömür, sən sağlığı. Təbriklər. Sağ ol Ayeliş, sağ ol kardeş, sağ ol. Дядя Ильшан, поздравляю вас с днем рождения. Желаю вам в первую очередь крепкого здоровья, всего самого-самого прекраsного. Çünki hər şeyin ən yaxşısına layiqsiniz. Hər zaman uşaqlarınıza baxıb sevinəsiniz inşallah. Yaxşı ki varsınız, yaxşı ki sizin kimi insanı tanımışıq. Эльшин Амей, поздравляю вас с днем рождения. Желаю в первую очередь крепкого здоровья, семейного благополучия и безмерного счастья. Оставайтесь таким добрым, открытым, светлым, искренним, позитивным человеком. Вы самый счастливый человек, потому что вырастили таких детей, как Эльнур и Айшан. Еще раз поздравляю. Дядя Ильшан, сегодняшний день для нас особенный, ведь сегодня ваш день рождения. Мы все вас очень любим и ценим, а я даже стараюсь брать пример с вас в каких-то мелочах. Я желаю вам счастья, здоровья и, самое главное, любви. С днем рождения! Дядя Ильшан, от всего сердца хочу поздравить вас с днем рождения, пожелать вам счастья, здоровья. И, конечно же, продолжайте и дальше для нас быть примером для подражания, ведь вы, наверное, один из немногих людей, которые показывают нам, что с оптимизмом можно в этом мире добиться всего. Главное усердно трудиться, всегда верить во Всевышнего и продолжать творить чудеса. Дорогой дядя Ильшан, хочу поздравить вас с днем рождения. Желаю вам всего самого наилучшего. Оставайтесь всегда таким же прекрасным, добрым, замечательным, веселым и смешным человеком. Спасибо за то, что вы нас приютили. Спасибо вам за вашу доброту. Спасибо, что вы есть. Дорогой дядя Ильшан, поздравляю вас с днем рождения, мой самый лучший друг, самый лучший отец, даже если не по крови. Я вас очень люблю, спасибо за все, что вы делаете для меня, для Айшан, для Эльнура. Спасибо, что никогда не отделяли меня от своих собственных детей. Спасибо за вашу любовь, за теплоту, за заботу. Спасибо, что вы самый настоящий друг для молодежи, потому что вы и есть молодежь. Я вас очень сильно люблю. Вы самый близкий для меня человек. Целую, обнимаю, с днем рождения. Папочка, я поздравляю тебя с днем рождения. Желаю всего-всего самого лучшего, что есть на этом свете, только тебе в этот день. И я могла наговорить здесь и на полчаса, и на час, но это всего не хватит, чтобы описать всю ту теплоту, всю ту любовь, которая есть во мне по отношению к тебе. Спасибо все, что ты делаешь для нас с Эльнуром. Ты делаешь очень многое и делаешь даже больше, чем сделал бы любой другой человек. И одно точно могу сказать, что лучше отца нет и не может быть, потому что ты всегда все делаешь для своих детей, для своей семьи, а это очень ценно. Просто, пап, будь всегда рядом, будь здоров, самое главное, крепкого тебе здоровья, чтобы ты всегда был рядом с нами, радовался вместе с нами и в дальнейшем присутствовал, так скажем, на всех важных этапах нашей жизни. Блин, я не знаю, чему столько говорить, пап, честно говоря. Айшан, как всегда, в нашей семье, все по факту говорит. Я премного тебе благодарен за все. Я тебя поздравляю с днем рождения. Мое отношение к тебе ты знаешь. Да, ты говоришь иногда то, что я такой безалаберный, я тебя не люблю, не ценю. Ну, это база, но это неправда, потому что ты человек, ты не просто отец, ты фаворит, на которого я равняюсь. Ты мой друг, с которым я могу все обсудить. Я просто благодарен за то, что ты есть рядом с нами, то, что ты поддерживаешь наши начинания, то, что ты всегда можешь о нас позаботиться. Я безумно тебе благодарен, всегда ценю твои действия по отношению к нам. И, как Айшан сказала, самое главное, будь счастлив, будь здоров. А остальное мы все сделаем. Да, Что и очень много вокруг много тебя людей, которые тебя любят, ценят, потому что ты сам светлый человек, у тебя очень добрая душа, очень светлая душа, и все люди к тебе просто тянутся. Это говорит о многом. Поэтому поздравляем тебя с днем рождения. Да, вот на наш штатив. На той ноге стою.